Salam əziz dinləyicilər. Bu günləri fizika 7-ci sinif 2-ci hissədən 6.6 lampaların ardıcıl və paralel birləşməsi mövzusunu izah edəcəyəm. Başlayaq. Azər müqavimətləri bərabər olan iki lampanı cəryan mənbəyini iki fərqli üsulla birləşdirdi. O cəryan mənbələrinin eyni olmasına baxmayaraq lampaların parlaqlığının fərqli olduğunu müşahidə etdi. Baxaq suallara. Lampalar necə birləşdirilib? A variantında baxırıq ardıcıl, B variantında isə paralel birləşdirilib. Növbəti sual. Lampanın parlaqlığının fərqli olmasının səbəbi nə ola bilər? Lampanın parlaqlığının fərqli olmasının onların birləşmə üsullarındadır. Yəni ardıcıl birləşmədə parlaqlıq az olur, paralel birləşmədə isə parlaqlıq daha çox olur. Bunu mövzumuzun izahı əsnasında daha yaxşı başa düşəcəyik. Lampaların ardıcıl birləşməsi. Lampaların ardıcıl birləşməsi haqqında siz təbiət dərsindən bu haqqında məlumatlısınız. Deməli, ardıcıl birləşmənin bəzi üstünlükləri var, çatışmazlıqlarını da deyəcəm. Ardıcıl birləşmənin üstünlükləri lampanın sayı çox olduqda onu dövrəyə birləşdirmək paralel birləşmə üsulu ilə müqayisədə daha az naqil istifadə olunur. Həm də ardıcıl birləşmədə dövrənin yığılması daha asan olur. Amma ardıcıl birləşmənin çatışmazlıqları da var. Yəni, məsələn, lampanın biri xarab olarsa və yaxud da dövrəyə birləşdirilmiş lampanın birini açıb çıxararıqsa, bu zaman dövrədən cərəyan keçməyəcək. Yəni, digər lampalar da sönəcək. Bu halı su təsisat sistemində verilən ardıcıl birləşməsinə bənzətmək olar. İndi bizim şəkildə baxın, ventil birini bağlasaq, borulardan su axmaz. Çünki ventillər ardıcıl birləşdirilib. Fəaliyyət 1. Ardıcıl birləşmiş lampalarda cərəyan. Ləvazimat, qalvanik element, 2 ədəd lampa, birləşdirici naqillər, 3 ədəd ampermetr açar. İşin gedişi, sxemə əsasən elektrik dövrəsini yığın, açar, qapayın və ampermetrin göstəricisini dəftərinizdə qeyd edin. Lampadan birini dövrədən ayırın, baş verən hadisəni müşahidə edin. Müzakirə edin. Birinci sual. Dövrədəki elementlər necə birləşdirilib? Baxırıq ki, dövrədəki elementlər ardıcıl birləşdirilib. İkinci sual. Ampermetrin göstəriciləri bir-birindən fərqlidirmi? Sizcə niyə? Ardıcıl birləşmədə ampermetrin göstəriciləri eyni olur. Yəni, cərəyan şiddəti bərabər olur. Üçüncü sual. Lampadan birini dövrədən çıxartdıqda nə baş verdi? Sizcə niyə? Lampadan birini biz ardıcıl birləşmədə dedik. Lampanın biri dövrədən çıxartdıqda bu zaman dövrədən cərəyan keçməyəcək və elektrik cərəyanı kəsiləcək. Çünki ardıcıl birləşmədə biz dedik ki, cərəyan şiddəti sabitdir. Fəaliyyət zamanı elementlərin, ardıcıl birləşmiş dövrə elementlərinin göstəricilərinin bərabər olduğunu müşahidə etdiniz. Yəni, dövrənin istənilən hissəsində cərəyan şiddəti eyni olur. I bərabərdir I1, o da bərabərdir I2-yə. Cərəyan mənbəyinin qütblərindəki gərginlik ilə lampanın uclarındakı gərginlik arasında əlaqəni tapmaq üçün şəkil 3-dəki sxemə baxmaq olar. Yəni, bu sxemdə yığılmış dövrədə lampanın uclarındakı gərginlikləri ölçüb, cərəyan mənbəyinin qütbədəki gərginliklə müqayisə etsək, deməli, ardıcıl birləşmədə lampanın uclarındakı gərginliklərin cəmi cərəyan mənbəyinin qütblərindəki gərginliyə bərabər olur. Yəni, U bərabərdir U1 plus U2. Bu düsturu biz hardan çıxardırıq? I bərabərdir U bölək R düsturundan. Biz bilirik ki, 3 kəmiyyətdən biri sabitsə, yəni ardıcıl birləşmədə biz dedik cərəyan şiddəti sabitdir. I sabitdirsə, U ilə R düz mütənasibdir. U nə qədər artacaqsa, R də o qədər artacaq. Biz burada dedik ki, mənbəyin gərginlikləri digərlərinin gərginlikləri cəminə bərabərdir. Yəni, U bərabərdir U1 plus U2. Deməli, ardıcıl birləşmədə lampanın sayı artdıqca onların parlaqlığı azalır. Buna səbəb dövrənin ümumi müqavimətinin artmasıdır. 1 və 2 lampaların müqaviməti uyğun olaraq müqavimətlərlə R1 və R2 ilə işarə eləsək və ümumi müqaviməti R ilə işarə eləsək, Ohm qanununa görə dövrədəki gərginlik cərəyan şiddəti ilə ümumi müqavimətin hasilinə bərabərdir. Yəni, U bərabərdir I R düsturundan. Buradan biz baxsaq görərik ki, indicə dedik, gərginlik U bərabərdir U1 plus U2 olduğu kimi, müqavimət də R1 plus R2 olur. Çünki cərəyan şiddəti sabitdir. Deməli, ardıcıl birləşmədə lampanın ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətləri cəminə bərabərdir. Lampaların indi paralel birləşdirməsinə keçirik. Biz bildik ki, deməli, ardıcıl birləşməni bir də ümumiləşdirək. Ardıcıl birləşmədə cərəyan şiddəti sabitdir. Cərəyan şiddəti sabit olduğuna görə gərginlik I bərabərdir U bölək R düsturundan gərginlik müqavimətlə düz asılıdır. Yəni,
dövrənin ümumi gərginliyi ayrı-ayrı gərginliklərin cəminə bərabərdir. U bərabərdir U1 plus U2 və buna uyğun olaraq dövrənin ümumi müqaviməti ayrı-ayrı müqavimətlərin cəminə bərabərdir. İndi keçirik paralel birləşməsi. Lampaların paralel birləşdirməsi. Paralel birləşmə zamanı lampalarda şəkil 5-də olduğu kimi ayrı-ayrı naqillər vasitəsilə cərəyan mənbəyinə müstəqil birləşdirilir. Onlardan biri sıradan çıxdıqda yalnız həmin lampa cərəyan keçmir. Qalan digər lampalardan cərəyan keçir və heç biri sönmür. Lampanın paralel birləşmənin su təchizat sistemində ventillərin paralel birləşməsinə bənzətmək olar. Yəni ventillərin baxırıq şəkilə orada paralel birləşdirib, birini bağladıqdan su axını kəsilmir, digər ventilin olduğu hissədən su axmağa davam edir. Fəaliyyət 2-yə baxırıq. Paralel birləşmiş lampalarda cərəyan. Ləvazimat qalvanik element 2 ədəd lampa, birləşdirici naqillər 3 ədəd ampermetr açar. İşin gedişi şəkildə təsvir edilmiş sxemə uyğun elektrik dövrəsi yığın, açar qapayın və ampermetrin göstəricilərini dəftərinizdə qeyd edin, lampalardan birinin dövrədən ayırın, baş verən hadisəni müşahidə edin. Müzakirə edin suallarına baxaq. Birinci sual, ampermetrin göstəricilər arasında hansı münasibət var? Sizcə buna səbəb nədir? Ampermetrin göstəricilər arasında biz baxırıq, burada dövrənin ümumi ampermetri A, digər cərəyan şiddətlərinin cəminə bərabər. Yəni, I bərabərdir I1 plus I2. Digər ikisinin cərəyan şiddətinin paralel birləşmədə cəminə bərabərdir. İkinci sual, lampalardan biri dövrədən çıxardıqda nə baş verir? Deməli, lampadan birini dövrədən çıxartdıqda paralel birləşmədə dedik ki, yenə də dövrədən cərəyan keçər, parlaqlıq daha da artar. Fəaliyyət zamanı müşahidə etdiniz ki, deməli, ampermetrin göstəricisi A1 və A2 ampermetrin göstəricilərin cəminə bərabərdir. Elektrik sxemi dövrəsində M nöqtəsində 2 hissəyə ayrılır. Deməli, bu nöqtədə 2 hissəyə ayrılaraq 1-2 lampalarından keçir və N nöqtəsində yenidən birləşir. Buradan belə bir nəticəyə gəlmək olur ki, cərəyan şiddəti, dövrənin ümumi cərəyan şiddəti ayrı-ayrı lampalardan keçən cərəyan şiddətlərinin cəminə bərabər olur. Voltmetrlə 1 və 2 lampaların uclarındakı gərginliyi ölçsək, onların göstəricilərinin bərabər olduğunu müşahidə edərik. Deməli, paralel birləşmədə lampaların uclarındakı gərginlik cərəyan mənbəyin gərginlik qütblərindəki gərginliyə bərabərdir. Yəni, U bərabərdir U1-ə, o da bərabərdir U2-yə. Deməli, biz demişdik ümumi düsturumuz I bərabərdir U bölək I düsturundan paralel birləşmədə gərginlik sabitdir. Gərginlik sabit olanda, üç kəmiyyətdən biri sabit olanda, digər ikisi bir-birindən asıllığına baxırıq. Yəni, I bərabərdir U bölək I düsturundan gərginlik sabitsə, cərəyan şiddəti biz də bilirik müqavimətlə tərs asılıdır. Yəni, bu lampaların ümumi müqaviməti ayrı-ayrı müqavimətlərin tərs qiymətləri cəminə bərabər olur. Yəni, 1 bölək R paralel bərabərdir 1 bölək R1 plus 1 bölək R2. Burada paralel birləşmədə lampaların ümumi müqaviməti tərs qiyməti olaraq ayrı-ayrı müqavimətlərin tərs qiymətləri cəminə bərabərdir. İndi düşün, müzakirə et, paylaş. Evdəki elektrik avadanlıqları elektrik dövrəsinə necə birləşdirilir? Cavabınızı əsaslandırın. Evdəki elektrik avadanlıqları elektrik dövrəsinə ardıcıl birləşdirilir. Çünki ardıcıl birləşdirəndə daha təhlükəsiz olur. Çünki bax biz dedik axı, içərisində məsələn nəysə bir xarab olanda onun ümumi dövrədən ayrılır da. Hər hansı bir hissəsi xarab olarsa, avtomatik olaraq işləmir, dövrədən ayrılır. Ona görə də ardıcıl birləşdirilir və buna görə də daha rahatdır. Məsələ həlli. Şəkildəki dövrədə voltmetrin göstəricisi 10 voltdursa, ampermetrin göstəricisi nəyə bərabərdir? Deməli, R1 bərabərdir 3 ohm, R2 bərabərdir 6 ohm, U bərabərdir 10 ohm. Yeni tapırıq. Burada nümunəni verib, nümunədə hesablayıb, yəni burada paralel birləşmədə bayaq dedik. 1 bölək R paralel bərabərdir 1 bölək R1 plus 1 bölək R2 düsturuna baxıb, bunlar üçün R paralel bərabərdir R1 vuraq R2 bölək R1 plus R2 düsturunu alırıq. Yəni, paralel birləşmədə 2 dənə əgər 2 dənə dövrəyə lampa birləşdirilərsə, onların ümumi müqaviməti R1 vuraq R2 bölək R1 plus R2 bərabər olar. Yəni, cərəyan şiddəti I bərabərdir U bölək R paralel olur. Və buradan R paraleli tapanda biri 3, biri 6, 3 vuraq 6
18 bölək 3 üstünə gələk 6, 9. Deməli 2 ohm. Paralel birləşmədə bildik ki, müqavimət 2 ohmdur. I bərabərdir U bölək R düsturundan da U 10 volt. 10 voltu bölürəm 2-yə, o da bərabərdir 5 amper. Deməli, cərəyan şiddəti 5 amper olur. Öyrəndiklərinizi tətbiq edin. Paralel birləşdirilmiş lampaların sayı artdıqca dövrədəki ümumi müqavimət necə dəyişər? Paralel birləşmiş lampaların sayı artdıqca ümumi müqavimət azalır. Çünki biz dedik axı, paralel birləşmədə müqavimətlər tərs qiymətlərinin cəminə bərabərdir. Şəkildəki dövrədə lampanın ümumi müqavimətinin R1 bölək R2 nisbətini hesablayın. Birinci baxırıq, R1-də ardıcıl birləşdirib, R2-də isə paralel. Ümumi müqavimətlərini R1-də birinci dövrə üçün R1 2R'dir. R1 plus R2 2R. R2-də isə R1 vuraq, R1, yəni ikisi də R olduğuna görə R bölək 2. Tərs qiymətlərini hesablayanda cəmini R bölək 2 alınır. R bölək 2, deməli, R1-i R2-yə bölürük. R-i bölürəm R bölək 2-yə, 2R-i. 2R-i bölürəm R bölək 2-yə, o da eləyir 4. Deməli, ikinci tapşırıqda R1 bölək R2 bərabərdir 4. Üçüncü tapşırığa baxırıq. Sxemə əsasən R müqavimətli lampanın uclarına birləşmiş V1 voltmetrin gərginliyi 10 voltdur. 10 voltdur. A variantı dövrənin ümumi müqavimətini R ilə ifadə edin. Baxıram, biz dedik ki, bunlar ardıcıl birləşib. Ardıcıl birləşmədə cərəyan şiddəti sabit olurdu və gərginlik müqavimətlə düz asılı idi. Yəni, müqavimət ardıcıl birləşmədə müqavimətlərin cəminə, gərginlik də dövrənin ümumi gərginliklərin cəminə bərabər olur. Deməli, burada baxırıq ki, yalnız birini ölçür. V1 voltmetri yalnız bir lampanın gərginliyini ölçür. Deməli, R müqavimətli. Ona görə də 10 voltdursa birininki, ikisininki isə toplanacaq. 10 üstünə gələk 10. O da 20. Deməli, V voltmetrin dövrənin ümumi müqaviməti R ilə ifadə. Dövrənin ümumi müqaviməti R1 plus R2, o da bərabərdir 2R. 2R. Deməli, V voltmetrin göstəricisi nəyə bərabərdir? V voltmetrin göstəricisi isə 10 üstünə gələk 10, çünki ikisini də ölçür. 10 üstünə gələk 10, 20. 20 volta bərabərdir. Öyrəndiklərinizi yoxlayın. Düzgün olan ifadəni seçin və cavabınızı əsaslandırın. Elektrik açarı işlədicilərə A variantı ardıcıl birləşdirilir, B variantı paralel birləşdirilir. Deməli, elektrik açarı işlədicilərə bayaq dedik, ardıcıl birləşdirilir. İkinci, lampaların ardıcıl və paralel birləşməsində ümumi müqavimət necə hesablanır? Ardıcıl birləşmədə ümumi müqavimətlərin cəminə, paralel birləşmədə isə ümumi müqavimət tərs qiymətlərin cəminə bərabər olur. Yəni, R ardıcıl bərabərdir, R1 plus R2, R paralel bərabərdir. 2 dənədirsə, R1 vuraq R2, 2 lampa birləşdiribsə, R1 vuraq R2 bölək R1 plus R2 olur. Və yaxud da N sayda dövrəyə N sayda lampa birləşdirilibsə, onda R ardıcıl bərabərdir. N vuraq R, yəni onun sayına vururuq müqavimətə, 5 dənə birləşdir, məsələn 5 vuraq R olur. Paraleldə isə R bölək N. Yəni, məsələn 5 dənə lampa birləşdirilibsə, ardıcıl birləşmədə 5 R olursa, ümumi müqaviməti. Paralel birləşmədə isə ümumi müqavimət R bölək 5 olur. Üçüncü tapşırığa gəlirik. Gərginliklər bərabər olan cərəyan mənbələrindən şəkildəki kimi 2 lampa birləşdirilmişdir. Cərəyan şiddətlərinin I2-nin I1-ə nisbətini hesablayın. Əvvəlcə I1-i hesablayaq. Birinci dövrə üçün paralel birləşmədir. Paralel birləşmədə biz bilirik ki, gərginlik sabitdir. I bərabərdir U bölək R-dən gərginlik sabitdir. Cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Yəni, müqavimət burada paralel birləşmədə R bölək 2-dir. R bölək 2-dir. Deməli, cərəyan şiddəti avtomatik olaraq 2 dəfə çox olacaq. Çünki müqavimətlə cərəyan şiddəti tərs asılıdır. Deməli, I1 bərabərdir 2-yə, 2 olacaq I1. I2 isə, I1 2-dir. I2 isə hesablayırıq buradan dövrənin ümumi
müqaviməti ümumi müqavimət ardıcıl birləşmədə ümumi müqavimət 2R, gərginlik də buna uyğun olaraq cərin şiddəti sabit qalır. Yəni I2 1-dir. Deməli I2-nin I1-ə nisbəti 1-in 2-yə nisbəti, o da bərabərdir 0,5 olur. Dördüncü tapşırığa baxırıq. Müqavimətləri R1 bərabərdir 30 ohm və R2 bərabərdir 60 ohm olan lampaların ardıcıl və paralel birləşməsindən alınan ümumi müqavimətlərin R ardıcılın R paralel nisbətini tapın. Deməli, biz dedik, R ardıcıl müqavimətlərin cəminə bərabərdir. R1 plus R2-yə bərabərdir, o da 90 ohm. R paralel isə R1 vuraq R2 bölək R1 plus R2, o da 30 vuraq 60 bölək 30 üstə 60, 90. O da elədir 1800-ü bölürəm 90-a, o da 20. 20. Deməli, R paralel də 20. R ardıcıl 90, R paralel 20. 90-ı bölürəm 20-yə, 4,5. Deməli, dövrənin ümumi müqavimətlərin nisbəti 4,5 eləyər. Bu qədər uşaqlar, sağ olun, bəyənməyə, abunə olmağı unutmayın.